91-də nə deyir? Deyir 45 dərəcə şimal enliyində yerləşən düzənliyin cənub istiqamətinə meyilliyi. Əvvəlcə çəkirik. Bu 45 dərəcə olsun şimal enliyimiz. Deyir bu düzənlikdə bu düzənliyin də cənuba meyilliyi 7 dərəcədir. Yəni düzənlikdə cənuba nə qədər meyillidir? 7 dərəcə meyillidir. Günorta vaxtı deyir, günəş şüalarının düşmə bucağının 37 dərəcə olduğunu nəzərə alırıq. Bura 37 dərəcə düşür. Bunu nəzərə alırıq. Günəşin hansı enlikdə zenitdə olduğunu müəyyən edin. Biz sadəcə bilirik ki, günəşin zenitdə olduğu enliyi bilmirik. Amma bilirik ki, nə qədər düşür zenitdədirsə? 90 dərəcə. 90 dərəcə. Əgər meyillilik dedik günəşə tərəfdirsə, deməli düşmə bucağı daha çoxdur. Ona görə də düşmə bucağından həmin o meyilliyi çıxırıq. Qalır 30 dərəcə. Aha. Deməli 45 dərəcə şimal enliyinə günəş nə qədər bucaq altında düşür? 30 dərəcə bucaq altında. 30 ilə 90 arasında nə qədər məsafə var? 60. Deməli 45 ilə həmin o zenitdəki enlik arasında nə qədər olmalıdır? 60 dərəcə. Bu 60 dərəcənin 45-ini gəlib ekvatora qədər, düzdür? Məsələn, tutaq ki, burada ekvator xəttidir. 45-ini gəlib ekvatora qədər nə qədərsə qalıb? 15. Deməli günəş harada zenitdədir? 15 dərəcə cənub enliyində. Cavabımız olacaq D variantı. Əla. Problem yoxdur. Hər şey qaydasında. Deməli, biz miqyası da söküb dağıldırıq. Günəşin düşmə bucağında hamısının yerli yerində bilirik. Əsas bu məsələlər yaxşıdırsa, nəzəriyyələr düzələcək. Təkrarla, tez-tez xəritələr üzərində işləyərək nəzəriyyələrdə düzəldəcəyik. Orada da problem olmayacaq. Əsas məsələlər yaxşıdır, qaydasındadır. İnşallah. Olsun. Sualın yoxdursa, yekunlaşdıraq dərsimizi. Hələ ki yoxdur, xeyr mən. Oldu.